Salam, Golden Master Tədris Mərkəzi. Müəllim Səmid Kazımlı. Bugün sizlərə çoxluqlara aid sual nümunəsini izah edəcəyəm. Keçək suala. Şərtli deyilir ki, 30 nəfərlik bir sinifdə futbol və ya basketbol oynayanların sayı hər iki oyunu oynayanların sayının 3 qatına bərabərdir. Futbol və ya basketbol oynayan ən az birini oynayanların sayı 27 olduğuna görə ən çox bir oyun oynayan neçə nəfər vardır? Bunu eləyir. Venn diaqramı ilə çəkib göstərək. Ən rahat üsullardan biridir. Futbol olsun, bir də basketbol oynayanlar var. Deyir ki, sayı nə qədərdir bunların? Hər iki oynayan sayının 3 qatına bərabərdir. Yəni ki, n futbol bir dəqiqə bir yazmayaq da bunu. N futbol birləşmə basketbol bərabərdir 3. Bax, bu kəsişməyə, şərtdə demişdə, n futbol kəsişmə nə? Basketbol. Bunu yazıq. Deməli, n futbol birləşmə basketbol bərabərdir 3k olsa, n futbol kəsişmə basketbol nə olmalıdır? K-ya bərabərdir. Bura k-dır. İndi bunların hər birinə nə qədər qalmalıdır? Hər birinə 2k qalmalıdır. Kənarda. Çünki cəmi 3k-dır. Buranın hər birinə 2k qalır. Amma bilmirəm hərəsində nə qədər düşür. İndi bunların ümumi futbol və ən az birini oynayanların sayı neçəyə bərabər? 27-dir. Deməli, elə ümumi n-a birləşmə bir 3k-nı verib. 3k nəyə bərabərdir? 27-yə. K neçə oldu? K oldu 9-a. Deməli, k-mız neçədir? 9-dur. Burada 18-dir. Ümumidə neçə nəfər oldu? 27 nəfər. Bəs 32 nəfəri qrup deyirdi. 5 nəfərə harada qalır? 5 nəfəri də bunların heç birisini oynamır. Tamamlayıcı çoxluq yaratsaq 5 nəfərdə heç birini oynamayacaq. İndi deyir ki, ən çox bir oyun oynayan neçə nəfər vardır? Ən çox dediyinə görə ya oynamaya bilər, oynamayan. Oynamayan neçə nəfərdir? 5 nəfər. Oynayanlar, oynayan. Oynayan neçə nəfərdir? 18 nəfər. Futbol və ya basketbol. Ayrı-ayrıdır. Hər ikisini oynamır da. 18 nəfər. Bunların da cəmi 5 üstə 18 bərabər neçə olar? 23 olmuş olar. Doğru cavabımız C variantı.